Müştəri tortunu geri qaytardı. Salam mənim dəyərli takipçilərim və dəyərli müştərilərim. Bəli, çox təəssüflər olsun ki, demək istəyərdim, müştəri tortunu geri qaytardı, amma qaytarmadı. Deməli, mən artıq sutkadan artıq idi ki, yuxu yatmırdım. Yuxusuzluqdan və diqqətsizlikdən tortun üzərinin yazısını səhv yazmışdım. Amma müştərim o qədər gözəl insan idi ki, tortu geri qaytarmadı. Çox sağ olsun. Bu mənim ilk zakazı deyildi. Bu artıq ikinci zakazıdır məndən eləyir. Və mənim ona bir sözüm var ki, gələn zakaz tortuna hədiyyə olacaq bu səhvliyə görə. Həqiqətən dəyərli müştərilərimə, geri dönüş edən müştərilərimə çox təşəkkür edirəm buradan.